Salam, 5-ci sinif şagirdləri, sizlərlə Seyid Cəfər Pişəvər adına Respublika Humanitar Fənlər Gimnaziyasının biologiya müəllimi Məmmədova Çiçəkdir. Mən bugün sizlərə 5-ci sinif təbiət fənninin 6-cı mövzusunu izah edəcəm. Qan dövranı və tənəffüs sistemi birlikdə necə işləyir mövzusunu. Bundan əvvəlki mövzuların izahı kanalımda var. Bundan sonraki mövzuların da izahı yenə var. Dərslərinizi keçdikcə buradan biliklərinizi möhkəmləndirə bilərsiniz, təkrar etmiş ola bilərsiniz. Dərslərə qulaq asaraq. Gəldik 6-cı mövzumuz, deməli, qan dövranı və tənəffüs sistemləri birlikdə necə işləyir? Əvvəlcə yadımıza salaq uşaqlar, qan dövranı sistemi orqanları hansıları idi? Demişdik, ürək, damarlar. Ürəyin quruluşunu da bir dənə yadımıza salaq keçən dərsimizdən. Baxın, ürəyin quruluşuna, ürək bilirik ki, bizim bədənimizdə necə ki, nasos suyun daha təzyiqlə vurulmasını təmin edirsə, bizim ürəyimizin də nasosu, elə bədənimizin də nasosu ürəyimizdir ki, o içərisində toplanan qanı yüksək təzyiqlə bədənimizin bütün hissəsinə göndərə bilir. Nə vasitəsilə? Baxın, bunlara bu damarlardır. Damarlar vasitəsilə bizim ayağımızın barmaqlarına qədər qanın getməsinə səbəb əslində ürəyimizin həmin təzyiqlə qanı qovmasıdır. Əgər yavaş vursaydı ürəyimiz, onda bədənimizin bütün hissəsinə qan gedə bilməzdi. Və ürəyimizə gələn damarlar var, ürəyimizdən çıxan damarlar var. Bunlar hansıları idi? Ürəyimizə orqanlardan da gələn damarlar var. Bir də ağciyərlərdən gələn damarlar var. Ağciyər də bir orqandır, amma digər orqanlardan gələn damarlarla ağciyərdən gələn damarlar hərəsi ayrı cür qan gətirirdi. Onu tez yadımıza salaq, sonra keçək mövzumuza, çünki bu mövzu ilə əlaqəlidir. Gəlin baxın uşaqlar, bilirsiniz ki, göy rəngdə göstərilənlər karbon qazını, yəni tərkibində karbon qazı olan qanı daşıyan damarlardır. Qırmızı rəngli damarlar göstərilən damarlar isə oksigen qazı ilə zəngin olan qandır. Bu damarların içərisində oksigen qazı təkcə deyil, uşaqlar, qanın tərkibində. Oksigen qazı ilə zəngin olan qandır. Həmin bu qırmızı rəngdə göstərilən damarlar. İndi bir dənə diqqət eləyin uşaqlar, oxun istiqamətinə. Qırmızı rəngli bu damarlarda dedik ki, oksigen qazı var. Yəni qan oksigen qazını daşıyır. Bu damarlarla qan hara gedəcək? Orqanlara. Niyə? Yadımıza salaq, orqanlar nələrdən təşkil olmuşdu? Demişdik ki, orqanları toxumalar əmələ gətirir. Toxumaları nə əmələ gətirirdi? Hüceyrələr əmələ gətirirdi. Hüceyrə canlıdır. Necə biz nəfəs alırıq? Bizim bədənimizdə olan hüceyrələr də nəfəs almalıdır. Onların da oksigenə ehtiyacı var. Ona görə də bu oksigenlə zəngin, oksigen qazı ilə zəngin olan qan bizim ürəyimizdən çıxır, orqanlarımıza gedir. O hüceyrələri oksigenlə təmin etməyə. Diqqət eləyəcəksiniz. Əgər ürəyimizdən çıxan damar oksigen qazı ilə zəngin deməli qandırsa, qan damarıdırsa, onda o hara gedir? Orqanlarımıza gəlir. Bəs əgər ürəyimizdən çıxan qan damarı göy rəngdədirsə, deməli onun içərisində hansı qaz var? Karbon qazı ilə zəngin olan qandır. Bəs karbon qazı hara getsin? Ağciyərlərə gedir. Niyə? Çünki ağciyərlər bizim tənəffüs orqanımız idi, elə deyil? Ağciyərlərə həmin o qanın tərkibindəki karbon qazı keçəcək ağciyərlərə və biz nəfəs verən zaman ağciyərlərimizdən nəfəs borumuza, nəfəs borumuzdan burun boşluğuna, burun boşluğundan da xaricə çıxaracaq. İndi digər damarlara baxaq. Ağciyərlərdən gələn damarların rənginə baxın, qırmızıdır. Deməli, ağciyərlərdən hansı qazla zəngin qan gələcək? Oksigen qazı ilə zəngin olan qan gələcək. Niyə? Çünki biz nəfəs aldığımız zaman havanın tərkibində həmin o oksigen burun boşluğumuzdan nəfəs borusundan ağciyərə gəlmişdi. Ağciyərdən də qanımıza keçmişdi və qanımız da damarların içərisindədir. Damarlarımız da onu ürəyimizə gətirmişdi. Ürəyə gələn sonra o oksigenli, yəni oksigen qazı olan qan hara gedir? Orqanlarımıza. Orqanlarımızdakı hüceyrələr də nəfəs alıb karbon qazını xaric elədiyinə görə, həmin o orqanlarda karbon qazı olan qan yenidən gəlir ürəyə. Orqanlardan ürəyə gələn qanın tərkibində uşaqlar soruşsalar ki, hansı qaz var? Karbon qazı var. Orqanlara gedən damarların içərisində hansı qaz var? Oksigen qazı var.
İndi sualımı da başqa cür deyirəm. Ağciyərlərə gedən qanın tərkibində hansı qaz var? Karbon qazı. Çünki yadınıza salın ki, ağciyər nəfəs verən zaman karbon qazını çıxarmalıdır. Bəs ağciyərdən ürəyimizə gələn damarın içərisində hansı qaz var? Oksigen qazı var. Bu keçən dərsin ürəyin quruluşu və ora gələn, gedən damarlar. İndi bu dərslə həmin mövzu əlaqəli idi deyə təkrar elədik, baxırıq. Qan dövranı sistemi tənəffüs sistemi ilə əlaqəli işləyir. Bu birgə fəaliyyət insan orqanizmində hər bir hüceyrənin oksigen qəbul etməsini təmin edir və nəticədə tənəffüs prosesi baş verir. Gəlin onu da sizin üçün sxematik burada tez yazım. Deməli, dedik ki, qan dövranı sistemi tənəffüs sistemi ilə əlaqəli işləyir. Necə? Havanın tərkibindəki qaz, havanın tərkibində müxtəlif qazlar var. Biz hələ ki oksigen qazından danışırıq. Oksigen qazı. Nə baş verir? Tənəffüs orqanlarımıza daxil olur. Hara? Burun, daha sonra nəfəs borusu, oradan da hara keçir? Ağciyərlərimizə. Ağciyərlərdən hara keçəcək? Ağciyərlərimizdən keçəcək qan damarlarımıza. Oksigen qazı. Qan damarlarımızdan hara gedəcək? Gələcək ürəyimizə. Ürək. Deməli, nə gördük uşaqlar? Gördük ki, həqiqətən də tənəffüs sistemimiz ilə qan damar sistemimiz bir-biri ilə əlaqəli şəkildə işləyir. Aldı tənəffüs sistemi bu qazı, apardı, verdi qanımıza, qanımız da apardı ürəyimizə. Gəlin görək ürəyimiz nə edir? İndi bu şəkilə diqqət eləyəcəyik. Bir dəqiqə, şəkili böyüdək. Aha. Baxın uşaqlar, ağciyərimizdə artıq oksigen qazı ötürüldü, baxın, damara. Damar hara gətirdi? Ürəyimizə gətirdi. Ürəyimiz bu qanı neyinir? Özündə saxlamır ki, ürəyimiz bir dedik ki, nasos kimi, pompa kimi işləyir, sıxılır, ürəkdə əzəllər var. Əzəllərdə yadımıza salaq neyinirdi? Yığılıb boşalırdı. Ürək əzəlləri yığılanda bu qan ürəkdən çıxır. Özdə necə qan idi? Ağciyərdən gəlibsə tərkibində hansı qaz var? Oksigen qazı ilə zəngin olan, yəni tərkibində oksigen qazı olan qan hara gedəcək? Gedəcək bədənimizin bütün orqanlarına. Yəni ürəyimizdən çıxıb başımıza, qollarımıza, ondan sonra digər qarın boşluğunda olan orqanlarımıza, məsələn, qaraciyərimizə, bağırsağımıza, böyrəklərimizə, ayaqlarımıza, barmaqlarımıza, bütün bədənimizə bu oksigenli qan gedir. Qırmızı rəngdə işarələnən həmin bu qan, bu əslində bizə damarları göstərir və onun içindəki qanı göstərir. Bilin ki, qırmızı rəngdirsə oksigen qazı daşıyan, baxın uşaqlar, oksigen qazını daşıyır. Deməli qandır. Gəldi bizim orqanlarımıza. Orqanlarımız demişdik ki, toxumalarda hüceyrələrdən təşkil olunmuşdu. Bu zaman nə baş verir? Bu hüceyrələr qanın tərkibindəki oksigeni aldılar, nəfəs aldılar. Nəfəs alanda hansı qazı xaric edəcəklər? Biz karbon qazını xaric edirik, elədir. Onlar da karbon qazını xaric elədilər. Və karbon qazını xaric elədilərsə, damarlara artıq karbon qazı keçmiş olacaq. Bu karbon qazı da bütün orqanlarımızda belə uşaqlar baxın, hamısından oksigenli qazı aldılar, karbon qazını verdilər damarlara. Bu damarlar da gəldi, birləşdilər, yenidən qayıtdılar hara? Ürəyə. Karbon qazı ilə zəngin olan bu qan ürəyə gələndən sonra ürək bu dəfə də yenə yığılır. Yığıldığı zaman damarlar vasitəsilə karbon qazı olan qan gəlir ağciyərlərə. Niyə ağciyərlərə gəlir? Çünki bədənimizdən karbon qazını çıxara bilən orqanımız ağciyərdir. İndi bunu da deməli necə ki dedik, qan damar sistemi ilə tənəffüs sistemi əlaqəli işləyir. Artıq ürək aparmışdı axı. Qoy buradan yazaq. Oksigenli qanı, oksigenli aparmışdı orqanlara. Orqanlarda ona nə vermişdi? Karbon qazı ilə zəngin olan qanı, karbon qazı. Ürəkdə bunu neynəsin? Ürəkdə bunu verir qan damarlarına. Qan damarları aparır ağciyərə. Ağciyərdə hansı ki diafraqma əzəlləri demişdik ki boşalır. Diafraqma əzəlləri boşalanda nəfəs vermə prosesi başlayır. Ağciyərlər ötürür nəfəs borusuna, nəfəs borusu ötürür buruna, burundan da havaya xaric olur. Görürsüz uşaqlar, deməli bizim
qan damar sistemimiz ilə tənəffüs sistemimiz birgə fəaliyyət göstərir. Nəfəs aldıq, tənəffüs sistemimiz işlədi. Göndərdi qan damar sistemimizə, qan damar sistemimiz bütün orqanlarımıza, orqanlarımız ürəyimizə gətirdi, ürəyimiz yenə ağciyərlərimizə göndərdi, ağciyərlər də nəfəs verərək neynədi? Bu qazı xaric elədi. Bu sxemə diqqət eləsəniz mövzu çox asan, çox maraqlı mövzudur. Uşaqlar öz orqanlarımız haqqında məlumatdır. Ürəyin sağ hissəsi bədəndən gələn qanı toplayaraq onu ağciyərlərə qovur. Ürəyin sağ hissəsində hansı qan var idi? Yadımıza salaq. Ürəyin sağ hissəsində karbon qazı ilə zəngin olan qan var. Ona görə də əgər burada karbon qazı varsa uşaqlar, ürəyin sağ hissəsində olan qan hara getməlidir ki, o karbon qazından qurtulsun, o karbon qazını versin? Ağciyərə getməlidir də, çünki bizim tənəffüs orqanımız ağciyərdir, o çıxaracaq bədənimizdən. Bəli, ağciyərə verdi. Ürəyin sol hissəsində necə qan var? Ürəyin sol hissəsində oksigen qazı ilə zəngin olan qan var. Onda oksigen qazı hara gedir? Hüceyrələrimizə getməlidir. Elə deyil, onlar nəfəs almalıdırlar. Oksigenə ehtiyacları var. Onda ürəyimizin sol hissəsində oksigen qazı ilə zəngin olan qan olduğuna görə o bizim gedir orqanlarımıza, hüceyrələrimizə, bədənimizin bütün hissələrinə gedir, qanı, orqanizmi, hüceyrələri oksigen qazı ilə təmin edir. Onda sizə belə bir sual verilə bilər. Əgər ağciyərdən qan damarı ürəyə gəlirsə, hansı qanı gətirəcək? Hansı qazla zəngin olan qanı gətirəcək? Ağciyərdən qan damarı ürəyə gəlirsə, oksigen qazı ilə zəngin olan qanı gətirəcək. Bəs onda bu qan sonra ürəkdən çıxıb hara gedəcək? Bu qan ürəkdən çıxıb orqanlara gedəcək. Orqanlara. İndi bunun əksini deyək. Orqanlardan gələn qan. Orqanlardan gələn qan hara gedəcək? Orqanlardan gələn qan gedəcək ürəyə. Bu necə qandır? Bu karbon qazı ilə zəngin olan qandır. Bəs ürəkdən hara gedəcək? Ürəkdən də çıxıb ağciyərlərə gedəcək. Bu da oldu qan damar sistemi ilə tənəffüs sisteminin əlaqəli işi. Gəlin mövzu ilə dərslikdə yazılanlarla da tanış olaq. 1-ə baxırıq. Nəfəs alarkən qəbul etdiyimiz oksigen ağciyərlərə daxil olur. Qanın tərkibinə keçir və ürəyə daşınır. Aha, bu 1. 2 nə oldu? 2-yə baxırıq. Ürək oksigenlə zəngin olan qanı bədənin bütün hissələrinə qovur. Ötürdü. Sonra nə baş verdi? Bu o bədən hissələrinə qan, oksigenli, yəni oksigen qazı ilə zəngin olan qan getdi. Bu zaman orqanlarda dəyişdirdilər hüceyrələr, oksigeni aldılar, yerinə karbonu verdilər. Bu zaman karbon qazı ilə zəngin olan qan ürəyə daşındı. Ürək nə etdi bunu? Ürək göndərdi ağciyərə və bu zaman karbon qazını bədəndən xaric etmək üçün ürək qanı ağciyərlərə göndərdi. Burada qan yenidən oksigenlə zənginləşir və dövran təkrarlanır. Yəni ağciyərə ürək karbon qazı ilə zəngin olan qanı göndərir. Ağciyər ondan karbon qazını alır. Bax burada karbon qazını ağciyər özünə götürür. Karbon qazını özünə götürür. Yerinə də nəyi verir? Oksigen qazını verir. Sonra bu karbon qazı tənəffüs yolları ilə xaric olacaq. Amma qan dövranı yenə davam edəcək. Yenidən oksigenlə zəngin olan qan ürəyə gələcək. Ürəkdən çıxıb orqanlara gedəcək. Aydındır uşaqlar, diqqətli olsanız çox gözəl, çox maraqlı mövzudur. Bir də işarələrə diqqət eləyəcəksiniz. Oxun istiqamətinə, ürəkdən çıxan qırmızı rəngdə əgər bizə damarlar verirsə, deməli bu oksigen qazını daşıyan damarlardır. Hara gedir? Orqanlara. Əgər ürəkdən çıxan mavi rəngli damarlar verirsə, deməli o karbon qazı ilə zəngin olan qandır. Hara gedir? Ağciyərlərə. İstəyirsiniz bunu bir özümüz üçün qeyd eləyək. Əgər bu istiqamət ürəkdən çıxırsa, ürəkdən çıxır. Hara gedəcək? Ürəkdən çıxırsa, gedəcək orqanlara. Orqanlara. Əgər bu istiqamət ağciyərdən çıxırsa, hara gedəcək? Ağciyərdən çıxırsa, gedəcək ürəyə. İndi karbon qazıya baxaq. Əgər bu ox mavi rəngdə qan damarları göstərirsə, ürəkdən çıxırsa,
hara gedəcək? Ürəkdən çıxırsa gedəcək ağciyərə, karbonu verməlidir axı, elə deyil? Əgər bu deməli rəng mavi rəngli qan damarlarını ox istiqaməti orqanlardan çıxırsa, əgər orqanlardan çıxırsa, getməlidir ürəyə. Ürək də sonra onu hara göndərməlidir? Göndərməlidir ağciyərimizə ki, həmin karbondan xaric olsun. İndi gəlin baxaq biliklərin yoxlanmasına. Nə üçün qan bədənimizdə bir tam dövr etdiyi zaman ürəkdən 2 dəfə keçməlidir? Çünki uşaqlar, baxın, bir dəfə oksigen qazı ilə zəngin olan qan ağciyərdən ürəyə gəldi. Axı orqanlarımıza getməlidir. Getdi orqanlarımıza. Sonra orqanlarımız oksigen qazını aldı, karbon qazını verdi damarlara. Və bu damarlar hara gedir? Ürəyə gedir. Bəs axı ürək bu karbon qazını xaric eləməlidir. Özü xaric eləyə bilmir. Nə etməlidir? Göndərməlidir onu ağciyərə. Ağciyərə göndərdikdən sonra ağciyər yeni karbon qazını ondan alır, yerinə oksigeni verir. Beləliklə 2 dəfə dövran nəticəsində bütün orqanlarımıza, hüceyrələrimizə oksigenli qan getdi və onlardan karbon qazı alındı və bu zamanda bədənimizdə tam bir dövran getdi. İnsan orqanizmində qan hansı orqanda oksigenlə zənginləşir? Bizim hansı orqanımız idi ki, qanımızı oksigenlə zənginləşdirdi? Tənəffüs orqanımız olacaq, elə deyil. Bu hansı orqandır? Ağciyərdir. Niyə? Çünki nəfəs aldığımız zaman burun boşluğundan nəfəs borusundan ağciyərə oksigen qazı gedir. Ağciyər onu qanımıza göndərir. Deməli, qanımızı oksigenlə zənginləşdirən orqan hansıdır? Baxın uşaqlar, ürək götürməyəcəksiniz. Ağciyər götürəcəksiniz. Çünki ürəyin qazı xaric etmək funksiyası yoxdur. Ürək sadəcə qanı qovur. Qazı xaric edən tənəffüs orqanımız olan ağciyərdir. Dərsimizi diqqətlə dinləyin. Suallarınız olarsa rəy bölməsində yazarsınız. Sağ olun, gələn dərslərdə görüşərik.